Salam uşaqlar, hər vaxtınız xeyir. Deməli, yenə yorumlar hissəmizə səhifə 73-dəki Namazov kitabımızdan ikinci misalı istənilib bizdə. Bunun izahı çox genişdir də, yeni bir mövzudur çünki burada sahə modeli var, nə bilim vurmanın paylanma xassəsi var. Ona görə mən kitabı biraz kənara qoyacağam, sizə dərsin misallar üzərində izah eləyəcəm geniş şəkildə. Çünki belə olanda mənə də çəkmək çətinlik yaradır. Misalları vərəqdə yazıb göstərmək daha rahat olacaq. Yəqin hamınızın kitabı var, oradan baxa bilərsiniz. Yəni də buradan görürsünüz də, ən azı 1-8-ə qədər görürsünüz. Deməli uşaqlar, misal 2-də nə deyir? Deyir ki, belə bir misal verir. Yazır ki, 13-də 2 vurulsun 1,7-də 2. Vurmanın bir paylanma xassəsinə əsasən hesablayın və bir neçə bəndin doğruluğunu sahə modeli ilə yoxlayın. Biz paylanma xassəsini bilirik də onsuz da. Məsələn, 7 vurulsun, məsələn, 10 üstə gələk 2. Necə yazırdıq? 7-ni 10-a vururduq. Məsələn, burada yazdım bir dəqiqə. Məsələn, 7 vurulsun 10 üstə gələk 2. Mən 7-ni 12-yə də vura bilərəm. Amma paylanma xassəsində 7 vurulsun 10 üstə gələk 7 vurulsun 2. Yəni ayrı-ayrılıqda yazmaqdır. 70 üstə gələk 14 edir 84. Onsuz da 7-ni də 12-yə vuranda 84 edir. Eyni şeydir. Yəni paylanma xassəsi bundan ibarətdir. Gəlin indi görə burada sonra sahə modelindən söhbət gedəcək. Bu nə demək istəyir bizə? Deməli nə deyir? Deyir ki, gəlin biz bunu birinci, 1,13'də 2'ni düzgün olmayan kəsrə çevirək. 13 vurulsun 1, 13, üstünə də 2 gələndə eləyəcək 15. Yəni 1,13'də 2'ni düzgün olmayan kəsrə çevirdiyimiz zaman 13'də 15 eləyəcək. Bunu tapdıq. Vurulsun, yazırıq vurulsun. Biz 1,7'də 2'ni mən yaza bilərəm ki, 1 üstə gələk 7'də 2, elə 1,7'də 2 deməkdir də. Parçalayıram sanki bunu. 1 üstə gələk 7'də 2. Bunu da belə yazdıq. Mən 13'də 5'i bu mötərizənin içərisindəki hər bir ədədə ayrı-ayrılıqda vurmalıyam. Yəni 13'də 15 vurulsun 1 üstə gələk. 13'də 15 vurulsun 7'də 2. Bura qədər bildik. 13'də 15'i 1'ə vurduğum zaman edəcək 13'də 15 üstə gələk. Burada gördüyümüz kimi heç bir ixtisar getmədiyinə görə elə sürəti sürətə vurub sürətdə, məxrəci məxrəcə vurub məxrəcdə yazacaq. 15'i 2'yə vuranda 30 eləyəcək. 13'ü də 7'yə vurduğumuz zaman edəcək 91. Artıq bundan sonrası da rahatdır. Məxrəcləri bərabər olmayan kəsirləri biz bərabərləşdirirdik. Sonra adi qaydını toplayırdıq da. Məxrəcləri bərabər olan kəsirlərin toplanma qaydası. 91 hər ikisinə onsuz da bölünür. 91'i 13'ə böldüyümüz zaman 7 edəcək. 91'i 91'ə böldüyümüz zaman 1 edəcək. Deməli, 15'i 7'yə vurduğum zaman 105 üstə gələk. 91'də 30'da olduğu kimi qalacaq. 91'də 105'in üstünə 30 gələndə 135 edəcək. Düzgün olmayan kəsir olduğuna görə mən 135'i 91'ə böləcəm. Olacaq 1 tam. 91'də 44. Bu cavabı yadımızda saxlayırıq. Bunu aldıq, hə? İndi gəlin sahə modeli nə demək istəyir, onu izah eləyək. Sahə modeli nə deyir? Deyir ki, məsəl üçün, bunu necə başa salam ki, bax, birinci biz ədədimiz verilən zaman, belə tamlarla da verildiyi zaman, tamı tama vurmalıyam. Qulaq asırıq. Tamı tama vurduq. Üstünə gəlməliyəm. Birinci bu tamı götürüb, bu kəsrin hissəsinə vurmalıyam 7'də 2'yə. Burayla işim qutardı. Üstə gəlməliyəm. Digər kəsirimin tamını götürüb qarşısındakının hissəsinə vurmalıyam. Sonra isə tamları da yox sayıb bu 13'dəki ilə 7'dəkini bir-birinə vurmalıyam. Yazıb göstərirəm ki, necə? Bax, yazıram sahə modeli. Başa düşmürsünüzsə, geriyə sararaq bir-iki dəfə heç olmasa qulaq asarsınız. Dediyimizi yazırıq.
Deməli, tamları bir-birinə vurmalıyıq. Üstünə gəlməliyik. Yenə tamın birinci, ümumiyyətlə hər hansı olur. Burada da tərs kimi ikisi də bir gəlib. O birlərində də göstərərəm neynək. Deməli, 1 vurulsun, digərinin hissəsi 7-də 2, 1,7-də 2 üstə gələk. Digərinin tamı vurulsun. O biri kəsrimizin elə bir ki hissəsi üstə gəlinsin. Tamları yığışdırırıq. 13-də 2 vurulsun 7-də 2. Bax bu şəkildə. İndi gəlin hesablayaq. Biri 1-ə vuranda eləyəcək 1. Bu heç. Biri 7-də 2-yə vuranda bu da eləyəcək 7-də 2. Üstə gələk. Biri 13-də 2-yə vuranda 13-də 2 eləyəcək. Üstə gələ. Burada da baxdığımız kimi yenə ixtisar olunmadığına görə sürətdə vurulub. Sürətdə yazılacaq, məxrəcdə vurulub, məxrəcdə yazılacaq. Onun üçün də 7-yə vuranda 91 eləyəcək. Burada biz həmişə demişik axı, sanki xəyali bir birimiz var. 7-nin, 13-ün, 91-in birin əki o belə 91-in özü olacaq. 91-i biz 1-ə böldüyümüz zaman 91 edəcək. 91-i 7-yə böldüyümüz zaman 13 edəcək. 91-i 13-ə böldüyümüz zaman 7, 91-i də 91-ə böləndə 1 eləyəcək. 9-u 1-ə vuranda 9. Bu şəkildə yazdıq. Daha doğrusu 91. 91-də 2-ni 13-ə vurduğumuz zaman 26. 91-də 2-ni 7-yə vuranda 14, üstə gələk 91-də 4. Bərabərdir. Bunların hamısını topladığımız zaman eləyəcək elə 91-də 135. O da bərabərdir 1,91-də 44-ə. Eyni cavabı aldıqmı? Aldıq. Deməli doğruymuş. Aydın oldu bu şəkildə. İndi ikincisini yazaq. İkinci misalımız bu şəkildədir. Yazır ki 5-də 3 vurulsun 2,5-də 1. Birinci biz paylanma xassəsinə, sonra sahə modelinə görə tapaq. 5-də 3-ü olduğu kimi yazacağım. Vurulsun 2 üstə gələk 5-də 1. Yəni 5-də 3 vurulsun 2-yə. Üstünə gələk 5-də 3 vurulsun 5-də 1-ə. 5-də 3-ü 2-yə vurduğumuz zaman 5-də 6 eləyəcək. Üstə gələk. 5-i 5-ə vuranda 25. 3-ü 1-ə vuranda 3. 25 ilə 5-in əki obu 25 olduğuna görə 25-i 5-ə böləndə 5 eləyəcək. 25-i 25-ə böləndə 1 eləyəcək. 6-nı 5-ə vuranda 30. 25-də 3-ü də 1-ə vuranda 3 edəcək. 25-də 33. Düzgün olmayan kəsiri qarışıq ədədə çevirəndə də olacaq 1,25-də 8. Cavabı aldıq 8. İndi keçirik sahə modelinə. Artıq burada necədir? Biz bayaq nə dedik? Dedik ki, tamları götürüb bir-birinə vururuq. Sonra birinci tamı götürüb ikincinin bu hissəsinə vururuq. Sonra bu tamı götürüb əvvəlki misalın kəsirin hissəsinə vururuq. Sonra da bu ikisini vururuq. Bu şəkildə gedir. Yəni bunun lori dildə yəni necə izah edeyim? Başa düşəsiz də siz, yəni çalışdığım qədər, yəni birinci sinifə, ikinci sinifə izah eləyərmiş kimi başa salmağa çalışıram. Deməli, mən baxıram ki, burada heç nə yoxdur da. 2-ni 0-a vuranda onsuz da 0 eləyir də. Nə alınacaq ki? Heç nə alınmayacaq. O zaman yenə eyni qaydamı tətbiq edirəm. Mən nə demişik? 5-də 3-ü vuracaq 5-də 1-ə. Çünki demişik, bunlar da vurulur. Üstə gələcək. 2-ni vuracaq, da 2-nin yanındakı ədədə vurmuruq da. Başa düşdünüz? Onun qarşısındakı olan ədədə 5-də 3-ə vuracaq. Gəlin hesablayaq görə eyni cavab ala biləcəyik. 5-i 5-ə vuracaq 25, 3-ü 1-ə vuracaq 3, üstə gələk. 5-də 6. Gəlin indi bunu hesablayaq. Eyni şey aldıq onsuz da. 25-də 3, üstə gələk 25-də 30. Bərabərdir 25-də 33. O dedir 1,25-də 8. Eyni cavab aldıq. Aldıq deməli doğrudur. Ümid edirəm ki, aydın olur. 2 dənəsində yazaq. Yekunlaşdırda digərlərində özünüz məncə yaza bilərsiniz. Deməli, misalımız necədir? Bax, üçüncünü yazıram. 4 dənəsini yazacağım. Yəni dediyim kimi digərlərin özünüz baxıb yazarsınız. Demək, vurulsun 2,29-da
2-yə. Necə yazırıq? 25-də 4 olduğu kimi qalacaq. 2 üstə gələk 29-da 2. Mən 25-də 4-ü vurmalıyam 2-yə. Üstünə gəlməliyəm. 25-də 4-ü vurmalıyam 29-da 2-yə. Bərabərdir. Deməli, burada uşaqlar 14 imiş, mən 4 yazmışamış. Yazdıq. Deməli, tapırıq. 25-də 14-ü 2-yə vurduğumuz zaman eləyəcək 25-də, deməli 28. Üstə gələk. 25-i 29-a vurduğumuz zaman 725 edəcək. 14-ü yenə 2-yə vuranda eləyəcək 28. Bunları topladığımız zaman 725 bunların əköb olacaq. 725-i 25-ə böldüyümüz zaman deməli 725-i 25-ə böldüyümüz zaman edəcək 29. 725-i 725-ə böləndə 1. 28-i 29-a vurduğumuz zaman edəcək 812. Üstə gələk 725-də 28. Bunları da topladığımız zaman 725-də 812-nin üstünə 28 gəldiyimiz zaman edəcək 840. Bunlar hər tərəfi 5-ə ixtisar eləsək, olacaq 145-də 168. Sonra yenə düzgün olmayan kəsiri qarşı ədədə çevirəndə olacaq 145-də 23. İndi gəlin, nə idi onun adı? Sahə modeli. Yenə, mən birinci kəsirləri götürək. 25-də 14 vurulsun, 29-da 2. Kəsirləri götürəndən sonra üstə gələk. Bu kəsirin qarşısındakı tamını götürürəm. Qarşıdakı ədədin tamı var idisə o heç. Tamı yoxdursa elə həmin ədədin özünü götürürəm. Yəni kəsirin özünü götürürəm də, belə deyək. Sizə başa salmaqdan ötürü ədəd deyirəm. Yenə eyni qayda ilə 25-i biz 29-a vurduğumuz zaman 725 edəcək. 14-ü 2-yə vurduğumuz zaman 28 edəcək. Üstə gələk 25-də yenə 28. Bax, eyni şeyə gəldik, çıxdıq. 725-də 28, üstə gələk 25-də 28. Bunu da yenə eyni qayda ilə yazsaq. 725, üstə gələk 28-də 725 bərabərdir 840. Bölünsün 720, yenə hər tərəfi 5-ə bölərəm. 168 bölə 145 bərabərdir 1,100. 45-də 23. Eyni cavabları aldıq. Və sonuncusu bir dənə də dördüncünü izah eləyim. Dördüncünü başqa görə 2 dənə kəsirli tamlı olan var. Yox, 2 dənə tamlı olan yoxdur. Elə bir dənə birinciymiş. Digərləri asandır. Yəni bir dənə 4-ü yazaq, yekunlaşaq. Deməli, 4-cü misalda yazıb ki, 8-də 5 vurulsun 3-dən, 5-də 1. Yenə 8-də 5-i mən olduğu kimi saxlayıram. Vurulsun, 3 üstə gələk 5-də 1. 8-də 5 vurulsun 3-ə, üstünə gəl. 8-də 5 vurulsun 5-də 1-ə. Aha, 8-də 5-i mən 3-ə vurduğum zaman edəcək 8-də 15. Üstə gələk, 5-lə 5 ixtisar gedəcək. O qalacaq 8-də 1. Məxrəcləri də bərabər olduğuna görə sürətləri ilə toplayıb sürətdə yazacağım. 16-nı da 8-ə böldüyüm zaman edəcək 2. Gəlin indi sahə modelində quraq. Səkkizdə 5 vurulsun 5-də 1. Üstə gələk. 3 vurulsun 8-də 5. Yenə 5-ləri ixtisar gedəcək. Qalacaq 8-də 1 üstə gələk. 8-də 15. Eyni şey. 8-də 16 da bərabərdir 2. Yeni cavabları aldıq. Bir dənə də izah eləyim. Deməli, neynədir? Adi qayda ilə tam hissəsi varsa, mən bunu parçalayıram. Paylanmaya gətirməkdən ötürü. 3 üstə gələk 5-də 1 kimi yazıram. 8-də 5-i birinci mötərizənin içərisindəki 3-ə vururam. Üstə gələk yazıram. 8-də 5-i sonra vururam 5-də 1-ə. Adi qayda ilə vurmanı əlbəttə ki, yəqin ki, çoxumuz bilirik də. Sonra ixtisar varsa ixtisar gedilir, yoxsa adi qayda ilə hesablanır. Sahə modelində də tamlar varsa birinci tamlar vurulacaq. Tamlar yoxdursa, mən kəsirlərimi götürəcəm, vuracam. Üstünə gələcəm, hansı kəsirimdəki tam varsa, onu götürəcəm, ondan qabaqdakı ədədə vuracam. Burada tam olsaydı, buradakı tamı götürəcəkdim, bu tamdan sonraki ədədə vuracaqdım. Yəni, birincidə göstərdiyimiz kimi. Bax, bu şəkildə uşaqlar. Yenə də nəyə başa düşməsəz, bu səhifəyə çatana qədər onsuz da, hər ki, biz 40 neçə deyil, səhv eləmirəmsə.
bir müddət var da, bir 30 səhifəmiz var. Ona görə yenə bu misalları çəkdiyim zaman daha geniş, hamısının ətraflı yazıb göstərəcəm.